اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Resul-i Ekrem sallallahu aleyhi ve alihi ve sellem buyurur: Fatimetu bez'atun minni. Fatime benim bir parçamdı. Yarzallahu lirizaha. Onun razılığına göre Allah razı kalar. Ve yağzubu li gazabiha. Onun qəzəbinə görə Allah qəzəblənər. Yəni Fatimə salamullahi əleyha kimdən razı qalarsa Allah da ondan razı qalar. Kimə qəzəbli olarsa Allah-u Teala da ona qəzəbli olar. Hədisdə mənim bir parçamdır ifadəsi təkcə biyoloji mənada deyil, həm də əxlaqi və mənəvi yaxınlıq mənasındadır. Yəni Həzrəti Fatimə salamullahi əleyha Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləmin paçlığının, imanının və rəhmətinin təcəssümüdür. Bu hədisi oxuyanda görürük ki Allah-u Teala'nın razılığı xanım Fatimə-tu Zəhranın razılığı ətrafında dönür. Zehnimizdə belə bir sual yaranır. Necə ola bilər Xaliqin razılığı məxluqun razılığına bağlı olsun? Yaradanın razılığı yaradılanın razılığına bağlı olsun. Halbuki əksinə olmalıdır. Məxluqun razılığı Xaliqin razılığına bağlı olmalıdır. Yəni məxluqun razılığı, sevinci və yaxud qəzəbi Xaliqin razı olduğu şeylərə uyğun gəlməlidir. Halbuki hədisdə tamam əksi göstərilir. Onun razılığına görə Allah razı qalar. Buradan görsənir ki, Xaliqin razılığı bağlı olur məxluqun razılığına. Bəs biz necə təsəvvür eləyək ki, həmin təsəvvürdən sonra təsdiq baş versin? Bu Həzrəti Fatimə salamullahi əleyhanın əmri hidayətə sahib olmasını göstərir. Bəlkə bəziləriniz sizin bu termin, ifadə birinci dəfədir. Birinci dəfədə eşidirsiniz əmri hidayət. Ona görə lazımdır ki, əmri hidayətin nə olduğunu başa düşək. Əmri hidayət nədir? Məsələyə tam aydınlıq gətirmək üçün əvvəlcə varlıq aləmindən başlamalıyıq. Varlıq aləmi iki yerə bölünür. Xəlq aləmi və əmr aləmi. Xəlq yəni yaradılış aləmi. İkinci də əmr aləmi. Dəlilimiz nədir? Bölgümüzün dəlili Qur'an-ı Kərimdə Ənfal surəsinin 54-cü ayəsidir. Allah-u Teala buyurur: Bismillahirrahmanirrahim. Ələ ləhul xəlqu vəl əmru. Bilin, ona məxsusdur Allah-u Teala'ya. Nə? Əl-xəlqu, xəlq vəl əmru və əmr. Yaxşı, nə deməkdir xəlq aləmi və əmr aləmi? Xəlq aləmi maddi aləmdir. Zaman, məkan daxilindədir. Gördüyümüz dünya. Tədricən, mərhələ-mərhələ yaranır.
və dəyişkənliyə məruz qalır. Həmçinin səbəb-nəticə qanunu da bu aləmdə işləyir. Yaşadığımız bu xəlq aləmi səbəb-nəticə qanununa əsaslanır. Xəlq aləmi gözlə görünən, hiss ilə qavranılan bir aləmdir. Məsələn, bu bədən, insanın bədəni maddi vasitə ilə yaranmışdır. Təkcə Allah-u Teala'nın ol əmri ilə deyil, Allah-u Teala'nın əmrinə əlavə olaraq maddi bir vasitə ilə yaranmışdır. Ya torpaqdır, ya da ana bətnində olan nütfədən. Həzrəti Adəm əleyhissalam torpaqdan yaranıb, amma ondan sonra gələnlər isə Allah-u Teala İnsan surəsinin 2-ci ayəsində nə buyurur? İnnə həqiqətən biz xaləqnəl insənə, insanı yaratdıq min nutfətin əmşəcin, qarışıq nütfədən. Bu bədən xəlq aləminə aiddir. Maddi vasitə ilə yaranıbdır. Ya torpaqdır, ya da nütfədir. Amma əmir aləmi belə deyil. Əmir aləmi yalnız Allah-u Teala'nın əmri ilə yaranıbdır. Və orada heç bir maddi vasitə yoxdur. Nə kimi? Ruhlar aləmi. Ruhun yaradılışında maddi vasitə yoxdur. Və Allah-u Teala'nın əmri ilə yaranıbdır. O səbəbdən ruhlar aləmi daxil olur əmr aləminə. Bədən xəlq aləmidir, ruh isə əmr aləminə aiddir. İsra surəsinin 85-ci ayəsi. Allah-u Teala buyurur: Yəsəlunəkə ənir-ruh, səndən ruh haqqında soruşulanda, qulir-ruh, denən ruh min əmri Rəbbi, mənim Rəbbimin əmrindəndir. Da deyilmir ki, min xəlqi Rəbbi, Rəbbimin xəlqindəndir. Çünki xəlq aləminə aid deyil, əmr aləminə aiddir. Aha. Xəlq aləminə aid olan hidayət, xəlqi hidayətdir. Əmr aləminə aid olan hidayət, əmri hidayətdir. Mövzumuzun əvvəlində dedik, xanım Zəhra əmri hidayətə sahibdir, onun üzərinə gəlməliyik. Xəlq aləminə aid olan hidayət, xəlqi hidayətdir, əmr aləminə aid olan isə əmri hidayətdir. Nə deməkdir? Yəni, hidayət aləmin bölgüsünə əsasən iki yerə ayrıldı. Hər iki aləmin hərəsinə aid bir hidayət var. Xəlq aləminə xəlqi hidayət, əmr aləminə əmri hidayət. Xəlqi hidayət nədir? Məsələn, xətib xütbə oxuyanda qarşısında olanları müəyyən bir fikrə tərəf yönətmək istəyir. Və yaxud onları müəyyən bir davranışa, hansısa bir hərəkətə istiqamətləndirmək istəyir. Və xətib xütbə eləyəndə eşidənlərin eşitmə qabiliyyətinə toxunur. Onlarla göz-gözə ünsiyyət quraraq maddi vasitə ilə bir-biri ilə təmasda olurlar. Maddi vasitə nədir? Eşidənlərin eşitmə qabiliyyətinə nüfuz etməsi. Buna deyirlər xəlqi hidayət. Bu cür hidayət məsumlarımızdan tutmuş bütün mübəlliğlərin vəzifəsidir. Ümumi dini təbliğ edənlərin hamısında var. Amma
əmri hidayət belə deyil. Əmri hidayətdə maddi vasitə yoxdur. Bədənə təsir yoxdur. Əmri aləmdə misal nə idi? Ruhlar aləmi. Əmri hidayətdə də birbaşa ruha təsir olunur. Heç bir eşitmə, görmə olmadan birbaşa qarşısındakının ruhuna təsir eləyir. Bu növ hidayət ancaq məsumlara məxsusdur. Elə deyil ki, hər dini təbliğ edəndə belə bir hidayət növü var. Yox, ancaq məsumlarımıza məxsusdur. Onlar, düzdür, xəlqi hidayət edirlər ümumi olaraq, amma bəzi şəxsləri əmri hidayət edirlər. Onların bədənlərinə deyil, ruhlarına müraciət edirlər. Ruhlarına təsir edirlər. Baxın, Qur'an-ı Kərimdə ayə var. وَجَعَلْنَاهُمْ əimmətən. Biz onları imamlar qərar verdik. O imamlar, məsumlarımız bizik. Biz onları imamlar qərar verdik. Yəhdunə bi əmrinə. Bizim əmrimizlə hidayət edirlər. Görürsün, xəlq kəlməsi işlənmədi. Yəni imamlar bəzən bəzi şəxslərin ruhu ilə danışırlar. Nəinki bədənləri ilə. Bədənli olsa xəlqi hidayətdir. Ruhu ilə danışdığı üçün əmri hidayətdir. Məsələn, kimlərlə? Salman Muhammədi, rəhmətullah əleyh, Əbu Zər Qəffari, Kumeyl bin Ziyad. Onlar Mövla Əmirül Müminin tərəfindən xüsusi olaraq tərbiyə olunmuş şəxslərdir. Həzrət Əli əleyhissalam onların ruhuna təsir edibdi. Onları əmri hidayət edibdi. Düzdür, xəlqi olaraq da müraciət edib, qulaq asıblar Əmirül Mümininə qulaqları ilə. Amma bəzən Əmirül Müminin onların ruhu ilə danışıbdı. Ruhuna təsir edibdi. Məsələn, Kumeyl bin Ziyad Əmirül Mümininin qarşısında oturanda Həzrət Əli nurundan və şüasından ona işıq yayırdı. Oturub Əli Əmirül Mümininin qarşısında heç bir danışığı yoxdur. Əmirül Müminin dil ilə heç bir kəlam kəsmir. Sadəcə oturduğu yerdə Həzrət Əli nurundan və şüasından Kumeylə ötürür. Yəni onun ruhu ilə danışır. Onun ruhuna hidayət verir. Deyirsiniz ki, bu necə ola bilər? Məsum belə bir şeyə qadirdir. Cavabında deyərik, şeytan insanın bədəninə təsir edir, yoxsa ruhuna? Ruhuna. Şeytan səndən belə göz-gözə danışmır ki. Şeytan insanın nəfsinə və ruhuna təsir edir. Qul əuzu bi rabbin nas, malikin nas, ilahin nas, min şerril vesvasil xannas. Sonra nə gəlir? Əlləzi yuvəsvisu fi sudurin nas. O şeytan ki, insanların qəlblərinə vəsvəs edir. Qəlb, yəni nəfsinə, yəni ruhuna vəsvəs edir. Yaxşı. Necə ola bilər şeytan insanın ruhuna təsir edə bilsin, amma məsum imam təsir edə bilməsin? Məsum imamlar təsir edirlər və onların bu hidayəti adlanır əmri hidayət. Resul-i Əkrəm ki buyurur, Allahu Teala Fatimənin razılığına görə razı qalar, bu məsələni izah edir bizə. Bu məsələni çatdırır bizə ki, xanım Zəhra əmri hidayətə sahibdir. Yəni, xanım Zəhranın razılığı Allahu Teala'nın razılığının təzahürüdür. Və xanım Zəhranın qəzəbi ilahi qəzəbin təzahürüdür. Allahu Teala bizi
xanım Zəhranın razı qaldığı qullarından qərar versin.